Güləşmə ən qədim fiziki mübarizə növlərindən olub, çox maraqlı tarixə malikdir. Onun mənşəyi barədə bir çox nəzəriyyələr mövcuddur. Bəzi tədqiqatçılar güləşin inkişafında dinin və ilahi qüvvələrə sitayişin böyük əhəmiyyətini qeyd edir. Digərləri güləşin meydana gəlməsini insanın hərəkətə can atması kimi təzahür edən bioloji hal ilə əlaqələndirir. Başqaları isə bu məsələyə ideoloji, fəlsəfi baxımdan yanaşırlar. Lakin ən doğru düzgün nəzəriyyə müxtəlif fiziki hərəkət növlərinin meydana gəlib inkişaf etməsi, insan cəmiyyətinin mədəniyyət və məişət şəraitinin inkişaf qanunlarlıqları ilə bağlıdır. Ehtimal etmək olar ki, fiziki qüvvənin, cəldliyin, çevişliyin, təkbətək mübarizənin, ayrı-ayrı fəndlərinin insanın həyat tələbatını ödəməkdə və onu qida ilə təmin etməkdə mühüm bir vasitə olduğunu dərk etdikdən sonra güləşmə meydana gəlmişdir. Bu prosesdə qazanılmış təcrübə Afinada tapılmış gil vazlarından birinin üzərində məşhur Herakl və Anteyin güləş fragmenti mərmər heykəl üzərində bizim eradan əvvəl 510-cu ildə tutuşma səhnəsi çox aydın görünür. Maraqlıdır ki, belə qədim abidə və tapıntıların üzərində güləşin uşaq rəsmləri daha çox üstünlük təşkil edir. Tarixçilərin fikrincə qədim Yunanistanda xüsusi güləş məktəbləri, palestr məktəbləri yaradılıb. Təcrübəli müəllimlərin rəhbərliyi altında bu məktəblərdə yeniyetmələr və gənclər güləşin müxtəlif fəndlərini öyrənirdilər. Palestr 66,66 metr sahəsi olan xüsusi binada yerləşib, ayrı-ayrı məşq salonlarından, güləşmə meydançalarından, istirahət və gigiyena otaqlarından, həm də atletlərin yaşayış mənzillərindən ibarət olmuşdur. Antik dünya üçün xarakterik cəhət odur ki, güləşmə incəsənətlə bərabər tutulub. Onunla ən görkəmli alimlər, filosoflar, şairlər, sərkərdələr və dövrün dövlət xadimləri məşğul olublar. İlk yarışlar ancaq ayaq üstə aparılır. Rəqibin 3 dəfə yerə atan atlet qalib hesab edilirmiş. İştirakçılar çəki dərəcələrinə bölünməz və görüşdə vaxt məhdudiyyəti olmazmış. Ümumiyyətlə, güləş idman növü milli güləş və beynəlxalq güləş növləri olmaqla iki yerə bölünür. Hər bir xalqın özünə məxsus milli güləş növləri mövcuddur. Məsələn, Azərbaycanda milli güləş, Gürcüstanda tidabo, Özbəkistanda kureş, Yaponiyada sumo, Türkiyədə yağlı güləş, İranda küştü, Rusiyada barba və s. Beynəlxalq güləş növlərinə isə klassik güləş, sərbəst güləş, judo güləşi və sambo güləşi aiddir. Beynəlxalq güləş növlərindən sərbəst, klassik və judo güləşi yay olimpiya oyunlarının proqramına daxildir. Sambo güləşi üzrə Avropa, dünya birincilikləri və beynəlxalq turnirlər keçirilir. Güləşmə qədim olimpiya oyunları proqramına Yunan beşnövçülüyünün, yəni pentatilon tərkib hissəsi kimi pankratyon güləşmə və yumruq davasının birləşməsi və həm də müstəqil idman növü kimi daxil edilmişdir. Bizim əradan əvvəl 708-ci ildə olimpiyadanın qalibləri sırasında o vaxtın bir çox məşhur şəxslərinin adlarına rast gəlmək olur. Riyaziyyatçı Pifagor, filosof Platon, şair Pindar və başqaları rast gəlmək olur. Məşhur sərkərdə Milon bizim eradan əvvəl 540-cı, 516-cı illər hələ indiyə qədər təzələnməyən özünə məxsus rekordun sahibidir. O 25 il ərzində 6 dəfə olimpiya çempionu olmuşdur. Spartalı Hipposfen bizim eradan əvvəl 624-608-ci illər 5 dəfə olimpiya oyunlarının qalibi olmuşdur. Belə idman nailiyyətlərinin necə çətin olduğunu aydın təsəvvür etmək üçün bircə onun misal göstərmək kifayətdir ki, dövrümüzün ən görkəmli nümayəndəsi Rus idmançısı Aleksandr Medved cəmi 3 dəfə olimpiya çempionu olmuşdur, sərbəst güləşmə üzrə. Yunan mədəniyyətinin tənəzzülü və Romalıların hökmranlığı illərində güləşmə demək olar ki, yox oldu. Lakin buna baxmayaraq, o az da olsa İtaliyada, Fransada, başqa formada qorunub saxlanmışdır. Sonralar güləşmə bu ölkələrdən Avropanın bir çox ölkə və şəhərlərində yayılmağa başlamışdır. Orta əsrlərdə güləşmə ilə cəngavərlər məşğul olmuş, hərbi döyüşlərdə
turnirlərdə onun fəndlərindən geniş istifadə etmişlər. Lakin ilk dəfə Fabian von Avresavold tərəfindən yaranmış Güləş ustalığı adlı kitabda 1539-cu ildə göstərilir ki, güləş fəndlərinin əməli tətbiqi yalnız zərurət meydana gəldikdə müdafiə məqsədi ilə həyata keçirilmişdir. Yunanistanda və Avropanın digər ölkələrində güləşmənin tənəzzülü etməsinə baxmayaraq, qədim dövrlərdən başlayaraq dünyanın digər ölkələrində yaşayan hər bir xalqın özünə məxsus milli güləş növləri olmuşdur. Hər bir xalqın milli güləş növlərindən həmişə istifadə olunmuşdur. 18-ci əsrin əvvəllərindən başlayaraq güləşin ta qədimdən insanlar tərəfindən qəbul edilmiş tərbiyəvi sağlamlıq əhəmiyyəti yenidən yüksək qiymətləndirilmiş, 18-ci əsrin humanistləri Bazedov, Kutsmuts, Viet, Pestolets və başqaları tərəfindən güləş tətbiq edilməyə başlamışdır. 18-ci əsrin sonlarından etibarən Avropada və xüsusilə Parisdə ilk güləşmə yarışları keçirilməyə başlamışdır ki, bu da peşəkar sirk güləşməsinin güləşçilərinin çıxışları ilə çox bağlıdır. Bu dövrdən başlayaraq güləşmənin Yunan-Roma güləşi növü beynəlxalq status almağa başlamışdır. Bu illərdə çoxlarına tanış olmayan güləş növü daha geniş yayıldı. Bu güləşdə qurşaqdan aşağı yapışmağa və qızların köməyi ilə fəaliyyət göstərməyə icazə verilmirdi. Əsas məqsəd isə rəqibin güləşlərini yerə vurmaq idi. Güləşin bu növündə əvvəl fransız güləşi Fransada meydana gəlməsi ilə əlaqədar olaraq sonralar klassik güləş deyilirdi. Müasir dövrdə isə buna xaricdə Yunan-Roma güləşi, ölkəmizdə isə klassik güləşmə deyilir. 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində fransız güləşi adlanan və təşəkkül tapan Yunan-Roma güləşi güləş növünün əsl vətəni Yunanistandır. Qədim Elladada müharibələrə son qoyub, güc qüvvələrini idman meydançalarında nümayiş etdirmələri istəyindən Olimp dağında yandırılan tonqal cəngavərlərin yarışmalara dəvət siqnalı idi. Bu yarışlarda kürəkdən yapışaraq bir-birinə güc gəlmələri Yunan-Roma güləşinin ibtidai forması idi. Klassik güləşmə üzrə ilk rəsmi yarış 1843-cü ildə Parisdə peşəkar pəhləvanların iştirakı ilə keçirilmişdir. Əsasən sirklərdə keçirilən bu yarışlar o qədər şöhrət qazanır ki, qısa müddət ərzində sirkin başqa tamaşa proqramlarını sıxışdırıb tamaşanın ən maraqlı hissəsinə çevrilir. Artıq 19-cu əsrin əvvəllərində demək olar ki, bütün Avropa ölkələrində klassik güləşmə sirk tamaşalarının əsas növlərindən biri kimi şöhrət tapır. Bunu nəzərə alaraq peşəkar pəhləvanlar arasında rəsmi çempionatlar keçirməyə başlayır ki, bunlar da adlarını çox vaxt dünya çempionatları qoyurdular. 1896-cı ildə Parisdə keçirilən Paris çempionatı adlanan, ancaq öz miqyasına görə peşəkarlar arasında ilk dünya çempionatı hesab edilən turnirdə Rusiyadan ilk dəfə Rus bahadırı İvan Maksimoviç Poddubnu iştirak etmişdir. O belə böyük beynəlxalq yarışda ilk dəfə çıxış etməsinə baxmayaraq, 6 görüşdə bütün rəqiblərinə qalib gəlmiş, Paris azarkeşlərinin sevimlisi Paul de Boucher adlı güləşçiyə uduzmuş və ikinci yeri tutmuşdur. 1905-ci ildən başlayaraq Poddubnu peşəkar idmançılar arasında keçirilən dünya çempionatında 6 dəfə qalib gəlmiş və çempionlar çempionu kimi şöhrət qazanmışdır. Peşəkarlıqla yanaşı klassik güləşmə həvəskarlar idman kimi də inkişaf etməyə başlayır. Klassik güləşmə üzrə həvəskar güləşçilər arasında ilk Avropa çempionatı Viyana şəhərində 1898-ci ildə keçirilmiş, çempion isə Karayevskinin Atletika Həvəskarları Dərnəyinin yetişdirməsi təcrübəli güləşçi, ağır çəkili Georg Gackenschmidt olmuşdur.
Klasik güləşmə üzrə ilk dünya çempionatı 1904-cü ildə yenə Viyana şəhərində 2-8 dərəcəsində keçirilmiş Danimarkalı Alligvust və ağır çəkidə Avstriyalı Arnold qalib gəlmişlər. Güləşin geniş yayılan və beynəlxalq güləş növü statusu alan növlərindən biri də sərbəst güləşdir. Bu güləş dünyada rəsmi olaraq İngilis güləşi kimi qəbul olunmuşdur. Artıq 18-ci əsrdə İngiltərədə güləşin elə variantları mövcuddur ki, burada hücum fəaliyyəti üçün qıstan tutmağa və qıçın köməyi ilə fənd işlətməyə geniş imkan verilirdi. Bununla belə, sərbəst güləşmə bütün xalqların milli güləş növlərinin ən yaxşı texniki fəndlərini özündə birləşdirir və daha da inkişaf edirdi. 19-cu əsrdə Avropada peşəkarların coşqun inkişafı ilə əlaqədar olaraq qazanc ehtirası nəhayət Amerikanı da çoğladı. Burada güləşmə yaxşı qazanc verən məşğələyə çevrildi. Klasik güləş Amerikada yayılıb inkişaf etdikcə onun müxtəlif yollarla təkmilləşdirilməsinə də diqqət yetirilirdi. Amerikalılar əsasən İngilis mənşəli olduqları üçün onlar İngilis güləşi ilə tanış idilər ki, bu da müasir sərbəst güləşə çox yaxındır. Klasik güləşin qaydaları və texnikası, taktiki əsasları ilə yaxından tanış olduqca Amerikalılar onların milli hesab olunan İngilis güləşindən istifadə edərək müasir sərbəst güləş növünü yaratdılar. Yəqin elə buna görədir ki, indiyə qədər xaricdə buna İngilis-Amerikan güləşi deyirlər. Beləliklə, klasik güləşlə yanaşı tanış olmalarına baxmayaraq, Amerikada İngilis, yəni sərbəst güləş daha çox sevildi və başqalarını sıxışdırıb aradan çıxardı. Amerikanın St. Louis şəhərində 1904-cü ildə 3-cü Olimpiya oyunları keçirildi. Amerikalılar bundan istifadə edərək Olimpiya oyunları proqramına ilk dəfə olaraq sərbəst güləşi daxil etdilər. Bu zaman Avropalılar hələ sərbəst güləşi ilə tanış deyildilər. Ona görə də 3-cü Olimpiya oyunlarında Amerikalılardan başqa heç bir ölkə sifariş vermədi. Oyunların pozulacağını görən Amerikalılar Olimpiya oyunları bayrağı altında ölkə çempionatını keçirməyə qərar aldılar. Elə buna görə də təbiidir ki, sərbəst güləşmə üzrə ilk Olimpiya çempionları arasında Amerikalılardan başqa heç kimə rast gəlmək mümkün deyildir. 4-cü Olimpiya oyunları 1908-ci ildə Afinada keçirildi. Yunanlar təbiidir ki, üstünlüyü klasik güləşə verdilər və sərbəst güləşi proqramdan çıxartdılar. Londonda keçirilən 5-ci yay Olimpiya oyunlarında ingilislər heç bir tərəddüd etmədən sərbəst güləşi seçdilər. Lakin klasik güləşin Olimpiya idman növü ilə və Avropada böyük nüfuzu olduğunu nəzərə alaraq, ilk dəfə Olimpiya oyunlarında 2 güləş növü üzrə yarışlara icazə verildi. Beləliklə, ilk dəfə Avropalılar sərbəst güləşi görə bildilər. Sərbəst güləş Avropalıların çox xoşuna gəldi. Artıq 1920-ci ildə Hollandiyanın Antwerpen şəhərində keçirilən 7-ci Olimpiya oyunlarında sərbəst güləşmə üzrə təkcə bir nəfər Amerikalı çempion ola bildi. Burada əsasən Finlandiya və İsveçrənin sərbəst güləşçiləri çox yaxşı hazırlıq nümayiş etdirdilər. 1928-ci ildə Parisdə sərbəst güləş üzrə ilk Avropa çempionatı keçirildi. İkinci Dünya müharibəsi ərəfəsində beynəlxalq yarışların keçirilməsində bir durğunluq müşahidə olunurdu. İkinci Dünya müharibəsindən sonra Avropa çempionatı yenidən bərpa olundu və 1946-cı ildə Stokholmda keçirildi. Bu çempionatda qitənin ən güclü güləşçiləri toplanmışdı. Burada Skandinaviya və İsveçrə güləşçilərinin böyük üstünlük qazandıqları gözlənilirdi. Lakin çempionatın debutantı olan və beynəlxalq təcrübəsi olmayan türk güləşçiləri tanınmış idmançılara heç bir ümid yeri qoymadılar. Gözlənilmədən onlar 3 qızıl, 3 gümüş və 2 bürünc medal qazandılar. Londonda keçirilən 14-cü Olimpiya oyunları onların doğrudan da nəinki Avropada, hətta bütün dünyada ən güclü olduqlarını bir daha sübut etdi. Onlar 4 qızıl və 2 gümüş medal qazandılar. 1951-ci ildə Tokyoda keçirilən ilk dünya çempionatında isə daha böyük nailiyyətlər qazandılar. 6 qızıl medal,
8 qızıl medaldan aldılar. 1950-ci ildə sərbəst güləşə daha çox maraq artmışdır. Artıq dünya meydanında Yaponiya, İran, Bolqarıstan güləşçilərinin də adları tez-tez çəkilməyə başladı. Ölkəmizdə populyar olan Yunan-Roma və sərbəst güləş idman növlərinin zəngin tarixə və özünə məxsus ənənələrə malikdir. Milli güləşimizin əksər elementlərini, fəndlər və mübarizə metodlarını əks etdirən, böyük inkişaf yolu keçən sərbəst güləş, idman növü dünyada Amerikan güləşi kimi qəbul edilsə də, mövcud güləşin Amerika Birləşmiş Ştatlarında yarandığını bildirir. Lakin xalqımızın yaddaşında olan milli güləş tarixən daha qədimdir. Bu milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq ədəbiyyatında, klassik ədəbiyyatda, dastanlarda rast gəlmək mümkündür. Azərbaycan milli güləşinin qədimliyini sübut edən faktlardan biri Azərbaycanda toy və bayram şənliklərində insanların bu növdə özlərini sınamalarıdır. Azərbaycanda güləş yarışları xüsusi yerlərdə, zorxanalarda keçirilirdi. Zorxanaların qədim nümunəsi Ordubad şəhərində hələ də mövcuddur və qiymətli bir tarixi abidə kimi qorunmaqdadır. 20-ci əsrin əvvəllərində pəhləvanlarımız Salih Süleyman, Rəşid və Cümşüd Yusufov qardaşları dünyada tanınırdılar. Milli güləşin inkişaf etməsi və gənclərin sevimli məşğələlərinə çevrilməsi bir tərəfdən milli güləşimizə və ənənələrimizə bağlıdırsa, digər tərəfdən sonradan meydana gəlmiş peşəkarlar məktəbi ilə əlaqədardır. Hələ 1789-1871-ci illərdə yaşamış Hüseynqulu Mirsəlqulu oğlu, onun tələbəsi Məşədi Əbdül, Əli oğlu, Axundov, Şomu Abdullah, Mirzə Həşimoğlu, Məhəmməd Hüseyin, Sar Pənci və başqaları milli güləş ustaları kimi məşhur olmuşlar. Azərbaycanda sərbəst güləş öz təşəkkülünü 2-ci Dünya müharibəsindən sonra tapmışdır. Küstürüt İdman Klubunun təşəbbüskarlarından və oradakı məşğəllərin iştirakçılarından olan əməkdar idman ustası Rıza İbrahimoğlu Baxşəliyev Azərbaycan Respublikasında sərbəst güləşin banilərindən sayılır. Rıza Baxşəliyev isteri əməkdar idman ustası, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin və Bədən Tərbiyəsi İnstitutunun məzunu, güləş üzrə 20 qat Azərbaycan çempionu olmuşdur. Rıza Baxşəliyev məktəbinin yetirmələri dəfələrlə SSR çempionları Musa Babayev və İbrahim Paşa Dadaşov, SSR çempionatının dəfələrlə mükafatçısı və Ümumi Dünya Tələbələri Universiadasının qalibi Muxtar Dadaşov, ilk dəfə 1952-ci ildə Helsinkidə 15-ci yay olimpiya oyunlarında gümüş medal qazanmış Rəşid Məmmədbəyov misal göstərmək olar. Bu məktəbin davamçıları və ölkəmizdə sərbəst, eləcə də milli güləşin inkişafında İslam Hümbətov, Bağır Həsənov, Alkvir Pavlidi, İshak Cəfərov, Sabir Hüseynov, Camal Yaqubov və başqaları göstərmək olar. Azər İsayevin, Elşad Abdullayevin, Firidin Ümidovun, Nazim Əskərovun və başqalarının xidməti olmuşdur. Ölkəmizdə əvvəllər klassik güləş kimi tanınan Yunan-Roma güləşi 2-ci Dünya müharibəsindən sonra təşəkkül tapmışdır. İlk dünya çempionu titulunu 1978-ci ildə Meksikada keçirilən dünya çempionatında Arif Niftullayev qazanmışdır. Bundan başqa bir çox idmançılarımız da Tofiq Eyvazovun, Sərxan Alismətovun, Hicran Şərifovun, Azad Əskərovun, İlqar Abdullayevin, Fuad Əliyevin, Zöhrəb Əliyevin, olimpiya çempionu Fərid Mansurovun və başqalarının əmək və xidmətləri böyük olmuşdur. Sambo güləşinin meydana gəlməsi və inkişaf tarixi. Beynəlxalq güləş növü olan statusu alan güləş növlərindən biri də sambo güləşidir. Sambo güləşi keçmiş Sovet İttifaqında meydana gəlmişdir. Hazırda dünyada geniş yayılmış tək-mübarizəlik idman növüdür. Sambo sözünün hərfi mənası sözün baş hərflərinin birləşməsindən əmələ gəlmişdir. Samazachita bezaruja, silahsız, yəni özünü müdafiə deməkdir.
Güləşin bu növü 20-ci əsrin 20-ci illərinin əvvəllərində Moskvanın Dinamo cəmiyyətində, bir qədər sonra Vladivostokda, daha sonra 1931-ci ildə Mərkəzi Bədən Tərbiyəsi İnstitutunda və eyni zamanda Ordu İdman Klubunda tətbiq olunmağa başlamışdır. Dinamo cəmiyyətində bu sahədə ən fəal iş aparan Viktor Afanasyeviç Spiridonov olmuşdur. Lakin ən səmərəli təşkilatı fəaliyyət Vasilyev Sergeyeviç Oşipkova məxsusdur. Spiridonov-Oşipkov sisteminin Anatoliy Andreyeviç Xarlampiyev tərəfindən daha da təkmilləşdirilməsi nəticəsində yeni idman növünün Sambonun formalaşdırması təşəkkülü tapmışdır. Sambonun yaranmasının rəsmi tarixi 16 noyabr 1938-ci il hesab olunur. Məhz həmin tarixdə İttifaq Bədən Tərbiyəsi və İdman Komitəsinin əmri ilə Sambo öz çox obrazına, texnikasına və müdafiə əhəmiyyətinə görə fövqəladə dəyərli idman növü hesab edilirdi. Sambo üzrə 1938-ci ilin noyabr ayında 5 şəhərin mastı adı ilə tarixə düşmüş ilk rəsmi yarış məhz Bakı şəhərində keçirilmişdir. 1939-cu ilin noyabrında Sambo güləşi üzrə ilk seri çempionatı keçirilmişdir. Azərbaycan milli güləşindən qıçı və qıçları tutaraq atmalı fəndləri, dəyirman fəndləri Sambonun texniki sıralarına daxil edilmiş və bu fəndlər yarışlarda populyarlığı ilə daha çox diqqəti cəlb edir. Samboda eyni zamanda Yunan-Roma və sərbəst güləşdə, İsveç qurşaq tutmasında, Lankriş və Kemberling üsulu İngilis güləşində, Yapon jiu-jitsu, karate, aikido, judo, kendo idman növlərində tətbiq edilən ən gözəl fəndləri sintez olunmuşdur. 1957-ci ildə Sambo beynəlxalq arena daxil olur. Həmin ildən etibarən bir sıra beynəlxalq səviyyəli yarışlar keçirilməyə, Sambo beynəlxalq idman təşkilatlarının diqqətini özünə cəlb etməyə başlayır. 1966-cı ilin yayında beynəlxalq Həvəskar Güləş Federasiyasının ABŞ-ın Toledo şəhərində keçirilən kongresində Sambo beynəlxalq idman növü kimi rəsmən tanındı. 1967-ci ildə Riga şəhərində ilk rəsmi beynəlxalq Sambo turniri, 72-ci ildə noyabrında Rigada ilk açıq Avropa çempionatı, 73-cü ilin noyabrında isə Tehranda ilk dünya çempionatı keçirildi. Sambo güləşi üzrə ilk Dünya Kuboku 1977-ci ilin dekabr ayında İspaniyanın Oviedo şəhərində keçirilmişdir. Sambo güləşi üzrə qadınlar arasında ilk dünya çempionatı 1983-cü ilin oktyabr ayında İspaniyanın Madrid şəhərində keçirilmişdir. 1948-ci ildə Sambo filanın tərkibindən çıxır. 1985-ci ildə İspaniyanın Bilbao şəhərində keçirilən növbəti kongresdə Beynəlxalq Həvəskarlar Sambo Federasiyası yaradılmış və onun ilk prezidenti İspaniyalı Fernando Conte seçilmişdir. 1991-ci ildə İtaliyanın Torino şəhərində Avropa Sambo Federasiyası yaradılmış və onun ilk prezidenti Mario Loi seçilmişdir. 1992-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində qadınlar arasında ilk Avropa çempionatı keçirilmişdir. Artıq 2008-ci ildə Beynəlxalq Həvəskar Sambo Federasiyası özündə 62 milli federasiyanı birləşdirirdi. Avropa, Asiya, Afrika, Amerika Sambo Federasiyalar yaradılmış və həmin qitələrdə bu idman növünün daha da inkişaf etdirilməsi üçün məqsədyönlü fəaliyyət göstərirlər. Cüdo güləşi üzrə 1976-cı ildə Dinamo cəmiyyətində Məmmədəli Rəhimovun rəhbərliyi altında, elə həmin il Lokomotiv cəmiyyətində Abbas Şahverdiyevin rəhbərliyi altında və Spartak cəmiyyətində Heydər Əliyevin rəhbərliyi altında məşğələlər təşkil olunmuşdur. Haliyyədə Muxtar Respublikada xeyli dərəcədə cüdo məşğələləri fəaliyyət göstərir və bu sahə üzrə idmançılar müxtəlif beynəlxalq turnirlərdə Azərbaycan Respublika birinciliklərində müvəffəqiyyətlə çıxışlar edirlər. Bu il Azərbaycanın Yunan-Roma üsulu ilə güləşən güləşçiləri ən yüksək nəticə göstərərək Dünya Kubokunun sahibi olmuş, sərbəst üsulla güləşən güləşçilərimiz isə 3-cü mükafata layiq görülmüşlər. Qarşıda idmançılarımızı yeni nailiyyətlər gözləyir. Diqqətinizdə görə sağ olun.